çətin və bərəkətli sahə olan tərəkəməlik həm də mərdlik və hünər tələb eləyir. Bugün tərəkəmə həyatı yaşayan Ədalət kişinin obasının qonağıyıq. Salam Ədalət kişi. Hoş gördük. Qonaq qəbul eləyərsən? Allah'ın qonağı hoş geldin. Gedək bir təsərrüfatınla tanış olaq. Oldu. Bir tanıyır. Ədalət müəllim, bunlar nə sortudur? Bu Qarabağ sortudur. Asıl Azərbaycan qoyun sortudur. Qaradolaq sortudur. Artıq balaların analara qovuşan vaxtı. Bəli. Biz əvvəldən elə bir heyvan saxlayan olmuşuq. Dədə baba ilə əslimiz elə Siyanın ağılçından gəlməkdir. O vaxtdan atan ferman bölüşdü. Mən də sonra telekom tutardım. Baxsın ki, elə heyvandarlıq daha yaxşıdır. Və sərfəlidir yerimizə, yurdumuza görə. Boyun otardın, qadan qalır. Qaytardın, hara tökdün? Ha? Boyunu hara qaytardın gəldin? Boyunu qapıya. Bu malları hara ötürdün? Malı eşinəm, malı suladım, qaytardım gətirdim qapıya. İndi get o mallarımızı gətir bura. Qadan. Baş, gözüm. Hansı bala, hansı qoyununda əzbər bilirsiniz? Ha. Tonda çobanda bir də qoyunun balası, anası, balasını inisi ilə tanıyır. Heç çobanı yetişdə. O mində bir, mən də qoyunun çoxunda belədir ki, mən həmişə onu şey deyir. Bax, o keçinin balası düşməyib, indi o bir tayın qoymur altına. İndi siz baxın, o çəkən kimi alır, bir tayı görsünüz ayındadır. İndi baxın, o qulağı təpişir. İndi aparan kimi ikisini salacaq yanında, bax. Buraya, bayaqdan düşmüşdür. Bunun ikisi də bunun balası. Buraya. Ekiz bala verən çoxdur. Hə, məndə çoxdur. Keçilər maşallah, hamısı ekiz balalıdır. Hələ paylamışam o günlərin bir ikisi. Oy. Anasına görə. Can. Ən yaxşı itimiz bax o qara ənik. O həmişə yalda yatır. Canavarı, qurdun qarşısını tək alır. Bax o ənik. Bizim peşəmiz tərəkəməsi işimizin bıçaq oldu bəsdir. Doğru. Neçə ildir qoyundasan? Yağlı yaralasın. Sən yolu geçsəsin. Xeyr, örüşüdür. Örüşü. Ondan ilk dəfədə. Əsr tərəkəmələr belə yemək hazırlayır. Qazın üstündə, odunun üstündə, lampa işığına. Ona görə ki, tərəkəmə ən çox enerji çox istəyir, çox çalışır. Gecəsi gündüzü yoxdur. Gedib bu söylərimizə baxır, qadan alır. Ha, canım. Atları sağırdın o bir ehtiyatımız. Ha, sulanmış. Ve bizim bu söylerimiz bir de buradadır. Ha, buradadır. Ha, böyle. Səhər qaraca yeriyəsən, da qarnı qalır.
Qarabağ zonasında, yaylağa, haralara çıxmısınız? Biz getmişik Alöylərə, Pərəçiqə, ən son nöqtəyə. Laçın rayonunun ərazisi deyilir amma Laçın rayonunun ayına keçən Alöylər var, Uzunyal var, Qumarxaç var, Murad Təpəsi var, Sarıyer var. Bunun hamısında mən olmuşam, şaxırlarım keçir. Kirs dağı var, Şuşanın böyründəki o qayalıq, sıldırma, bizim yiğitlər torpaqları alıb biz olmaz. Oranın hər cığırını mən tanıyıram. Yaxşı, sən dayan. Gedəndə qoyunu ərəmişdirərsən. Qomra kərə qoyunun balasını salarsan altına. Tərəşəmənin ən gözəl gözünləri yaz fəsilidir. Nə qədər nəziyyət çəksə də, yazda hamısı uzudur. Xeyrin bəhrini yazda görmək olur. Nə qədər nəziyyət çəksə. Yürü atınıza. Arif, tez elə. Yavaş. Ay, O bəyəqim ilişib, sən elə qapırodasan, bir tez gəl. Mənim qoyun mekiz bela verməz, onunla saxlamaz. Bu təsərrüfatda əkinçilik də önəmlidir. Bəli, əkin demişəm, 40 hektar yer əkmişəm. Onu əkməsək, belə vəziyyətimiz pis olar. Bir taxıl sahəndən var, hamısı. Müharibədən öncəki təmas xəttimizə yaxın bölgə olur. Burada nələr yaşadınız? Çox çətin oldu, çox çətin. Bomba böyrünə atışır. El olur ki, heyvanı qoyum qaçsan. Gənə əsgərlərim sağ olsun. Amma bu yeri tərk eləmə. Yox. Allah sizdən qorusun. Sağ olun, sizlə belə. Sağ olun.